Kardeşler, şehidimizin bugün mövlud günüdür. Hamid Eldaroğlu'nun mövlud günüdür. Bax, hal-hazırda hələ gedib çıxa bilmirik belə havada. Hələ qəza elədim yolda. Bax, yolda gələrkən qəza elədim. Havamda Prado gelirdi. Reski torumuzu atdı, getdim arkadan girdim. Ancaq yenə də geri dönmədim. Deyirəm, gedirəm şehidimin mövlud. Allah şehitlerimizi rəhmət eylesin. Arkadaşlar, bax, hal-hazırda hava şəraiti əl vermədiyi üçün maşınlar yolda bu vəziyyətdə düşür. Biri düşür. Mənim asfaltdan kənar, mənim də maşınım yenə dediyim kimi hal-hazırda. Karşımda Prado gedirdi, qara Prado. Resk ayağına tutduğumda getdim, girdim arxası. Yəni, əzilməyinə baxmayaraq, hava şəraiti belə baxmayaraq, Allaha xatir, Allah Məhəmməd eləmişik, şəhidimizin mövlud gününə gedirik. Görək, gelib çıxa biləcək şəhidimiz Hamid Eldaroğlu, Allah ruhunu şad etsin. Kardeşler, addım gedirik şəhidimizin ocağına. Maşınlar batır, valla. Belə havada, min şükür Allaha. Allah özü kömək olur, şəhidimizin mövludunu çəkməyə gedirik. Görək də Allaha təvəkkül gedə biləcək. Kardeş, hal-hazırda gedə bilmədik. Buna bax sən Allah. Qurban olum Allaha. Şəhidimizin mövlud gününə gedirdik. Qarı bir yandan, qiyamat bir yandan maşınım. Yolda bir dənə maşına girdim. Arkada qabağımda tormuzluqda bu belə. Gəldi axırda da oturdu belə. Şəhidimizin mövlud gününə gedirdim. Hamid Eldaroğlu'nun mövludu mübarək. Görəklə necə gedə biləcəm. Bax, havaya bax. Allah cəmi şəhidlərimiz rəhmət eləsin. Çalışdığımız qədər işıqlandırmağa gedirdik. Qurban olum Allah. Qismət necə eləyək, nətər eləyə bilmiyorum. Görəklə kim gələcək, kim bizə dəstək olaraq bizə çıxartdıracaq. Onluq. Hər hava çox şəraiti. Hava şəraiti çox pisdir. Qarlı, yağışlıdır. Yağış yox, qardır, qar. Buna bax. Batacam maşını gedəcəm burada. Maşın gəlsəydə atardım bu maşını, qalardı burada. Gedərdim.